Xərçənglə mübarizədə psixoloji dəstək niyə bizə vacibdir? Çünki xərçənglə mübarizədə təkcə bizim bədənimiz fiziki deyil, eyni zamanda ruhən də sarsılır. Xərçəngin gətirdiyi qorxu, stres, həyəcan, depressiv vəziyyət, aqressiya, bunların hamısı yəni ki, müşahidə olunur, xəstələrimizdə çox görürük. Və belə olan halda mütləq şəkildə psixoloji dəstək lazımdır. Çünki psixoloji dəstək bizə xərçənglə mübarizəni asanlaşdırır. Müsbət düşüncə formalaşdırır ki, bu çox önəmlidir. İstənilən stres immun sistemini salır. Ona görə də biz stresslə, həyəcanla qarşısını almalıyıq, həyəcanla mübarizəni bacalmalıyıq. Bu mübarizədə mütləq şəkildə ətrafdakı insanlar, yəni qohumlar, yaxınlar, doğmaların dəstəyi çox önəmlidir. Yəni bu dəstəyi hiss etməli və bu dəstəkdən ruhən qidalanmalıyıq. Eyni zamanda xəstəliklə mübarizə, xəstəyə uyğunlaşmaq və mübarizə aparmağı bizdə təmin eləyir, yəni bizə asanlaşdırır. Unutmayaq, xərçənglə mübarizədə psixoloji sağlamlıq, fiziki sağlamlıq qədər önəmlidir.